Bu məsələyə toxunmuşuq, indi də toxunmağı özümüzə borc bilirik. Biz Borçalıda olan soydaşlarımıza qarşı son zamanlar qətllər olur və s. Və onların özlərinin iddialarına görə Gürcüstan hakimiyyəti buna ali seçkilə yanaşır. Qətl edilən türkləri, Borçalı türklərini, Azərbaycan türklərini, qatilləri tutulmur. Ötən illərdə baş vermişdi belə hadisələr, bir ailəni, uşaqlı, çocuqlu, bu illərdə böyüklük, kiçiklik bilmirlər, insanlarımızı öldürürlər, amma Gürcüs hakimiyyətinin həmən öldürənlərə layiqli cəza verilmir. Ya ümumiyyətlə verilmir, ya da veriləndə də üst örtülü verilir. Yəni o cinayətə uyğun cəzalar verilmir, adamlar sonra azad edilir. Mən burada Azərbaycan hakimiyyətinə çağırış edirəm. Biz iddia qoymuşuq ki, biz 50 milyon Azərbaycanlının hamısına cavabdehik. Onlar hamısı bizim soydaşlarımızdır, fərq etməz harda yerli yaşayırlar, istər Azərbaycanın özündə, istər başqa ölkələrdə, o cümlədən onda Borçalı türkləri də soydaşlarımız, Azərbaycan türkləri bizim vətəndaşlarımızdır. Orada da bir baxsınlar, bir görsünlər vəziyyət necə, bir Tiflisdən bir Gürcü Xarici İşlər Naziri çağırılsın, bizim Hind bir nota versin, bir protest notası versin, bir bizim müraciət olunsun, bizim hüquq mühafizə orqanları tərəfindən, bizim prezident administrasiya tərəfindən Tiflisdəki kollegalarına, həmkarlarına nələr baş verir. Düzdür, indi başlayacaqlar, bunu Rus qatışdırır, nə bilim, bu zeyləməməliyik, biz bu arana, biz də nə iş olan kimi Rusu görürük, indi Rus qatışdırır, fakt bu olan hadisələrdir və bizim oradakı soydaşlarımız buna etiraz edir. Və deyir, haradasan Azərbaycan, gəl bizə sahib çıx. Yəni, oraya sahib çıxmaq lazımdır. Yəni, Rus edir, nə bilim, başqa kimsə edir. Fərq etməz, bu Gürcüstanda baş verir və Gürcüstan dövləti, Gürcüstan hakimiyyəti öz vətəndaşına cavabdehdir və ali seçkilik etmədən cavabdeh olmalıdır. Və bir də bizim hakimiyyətə bir də deyirəm, biz Borçalını itirməkdəyik. Həm ideoloji baxımdan itirdim. Bir tərəfdən bizim oradakı soydaşımız özünün arxasını hiss eləmir. Arxasını hiss eləmir ki, onun arxasında güclü Azərbaycan var. Hansı ki, Azərbaycan da iddia edir ki, mən güclüyəm və mən bütün Azərbaycanlıların yanındayım. Bunu hiss eləmir. İkinci də orada ideoloji baxımdan xəbəriniz varmı ki, orada İran tam olaraq onlarla işləyir, onları nəzarətə götürür. Din məzhəb vasitəsilə onları özünə tabi etdirir. Biz hər bir baxımdan, siyasi baxımdan da, dini baxımdan da Borçalıdakı soydaşlarımızı itirməkdəyik. Çünki rəsmi Bakı fil qulağında yatıb. Yaxşı olar ki, bir oyansın, həqiqətən də bir xarici siyasətdə də bu aspektlərdə unutmasın və milli siyasət aparmaqda öz soydaşlarına, həmvətənlərine qarşı davam etsin. Böyük dövlət odur ki, oradakı hər yerdə olan soydaşına sahib çıxır. Necə ki, Amerikalı, Afrikada da bilir ki, onun arxasında Amerika dövləti var. Necə ki, indi xoşumuza da gəlsə, Putin Rusiyası da bunu uyğun siyasət aparır. Hər yerdə Rus dilini, hətta Rus dilini danışan, Rus olmayan belə müdafiə etməyə çalışır. Özünkü saymağa çalışır. Onun Rus dünyasının bir hissəsi olmağa iddia edir. Biz də gəl həqiqətən dediyimiz kimi güclü dövlətiksə, biz də artıq hər yerdə soydaşımızı, həmvətənimizi müdafiə etməyə çalışmalıyıq və bu dövlət tərəfindən olmalıdır, bizim medialarımız tərəfindən olmalıdır. Bu yayımlanmalıdır, bu çağırışlar yapılmalıdır, istər rəsmi, istər qeyri-rəsmi səviyyədə.